Salam əziz izləyicilərim, sizi yeni bir vloqumdan salamlayıram. Sizin üçün bu günləri axşam iftarımıza yemək hazırlayacağam. Birinci yeməyimiz dovğa olacaq. Dovğanın göylərini doğrayıb hamısını bir yerdə qoymuşam, yuyub təmizləyib, suyunu qurudub bir yerdə bir qabda saxlamışam. Mən hamısını eyni qaba doğrayıb qoyuram. Yəni ayrı-ayrı doğramıram. Burada isə qatığımı açıram. Üzərinə bir yumurta və düyü tökdüm. Mən südü qatığı qoymuram ki, yəni qaynasın, ondan sonra töküm. Bəzən elə tökürlər, amma mən elə tökmürəm. Elə həmişədən belə, yəni qatığı açıram, yumurtasını, düyüsünü vurub göyünü tökürəm. İçərisinə də bir dənə soğan atıram. O soğan turşuluğu götürmək üçün dovğaya bir soğan atıram. Elə, yəni bütöv bir baş soğan atıram ki, qatığın turşuluğunu götürsün. Çox da gözəl olur. Nə dad gəlir, nə bir şey deyirsiniz ki, dad olar, dad iyi gələr. Yox, heç bir dad iyi gəlmir. Çox gözəl də olur. Burada dovğanın qatığını, göyünü töküb, qatığı atlayıram. Tam həll olandan sonra qoyuram qazın üzərinə. Əlimi buraxmıram. Ta qaynayana qədər əlimi buraxmıram. Qarışdırıram. Qarışdıra qaynara düşənə kimi əlimi buraxmıram. Bəzən elə olur ki, bəzi zona dovğanı, yəni qatığı əvvəlcədən həll edilib qaynara düşəndə göylərini tökür, bişmiş düyü tökürlər. Amma mən elə etmirəm. Hamısını bir yerdə hazırlayıb, ondan sonra qaynara qoyuram, ocağa qoyuram. Burada isə göylərimdən artıq qalmışdı. Dedim axşama, iftara biraz göy çığırtması hazırlayın. Bizdə buna spanaq deyirlər. İndi hər zonada yəni bir adı var. Biz buna spanaq deyirik. Üstünə yumurta vuracağam. Bəzən elə olur düyü ilə də bişirirəm, amma bu dəfə yumurta ilə bişirəcəm. Dovğanın içinə doğradım yarpaqlarını, qalan hissəsini əlavə də göyüm var idi. Belə qoydum, qaynasın, süzüb, yağda soğanda qızardıb, üzərinə yumurta vuracağım. Dovğan burada əlimi buraxmadan qarışdırıram ki, qaynara düşsün. Mən əlimi heç vaxt buraxmıram. Amma çox eşidirəm ki, deyirlər ki, dovğanı heç qarışdırmırıq, arada bir gəlib qarışdırırıq. Amma nəsə mən heç elə analarımızdan gördüyüm, yəni rayonda necə bişirilirdi, əllərini buraxmırdılar. Elə mən də o qaydada bişirirəm. Qaynara düşəndə onda buraxıram, az-az gəlib, amma ara sıra yenə də qarışdırıram ki, tam əlimi buraxmıram, çürüməsin. Yəni hər bir göyünü də tökmüşəm. Əlavə heç bir göy, nanəsini də vurmuşam, əlavə heç bir göy də qatmayacağam. Siz necə edirsiniz qızlar? Mən yəni siz necə bişirirsiniz dovğanı və ya da bu göy çığırtmasını? Bu burada bişdi. Bunu qoyum qıraqda süzüm. Soyusun. Ondan sonra yağ soğanını edərəm. Sizlər necə edirsiniz? Fərqli mi edirsiniz? Hər zona bir cürə bişirir. Mən dovğanı elə qatı sevmirəm, amma Gəncəlilər, Gəncə zonası dovğanı qatı bişirir. Amma mən elə qatı sevmirəm. Elə uşaqlar da sevmirlər qatı. Normal qatılığında olur. Yəni çox qatını sevmirik. Burada isə yavaş-yavaş qaynamağa başlayır. Əlimi yavaş-yavaş buraxıram. Amma yenə də deyirəm, tam buraxmıram ki, çürüyər. Amma tez-tez gəlib qarışdırıram. Amma hələ tam qaynara düşmüb, yencə-yencə qaynara düşür. İndi qaynasın biraz. Bir boğum qaynayandan sonra götürürəm, ocağın üstündən götürürəm. Mən üzərinə noxud da vururam. Amma bilmirəm siz də vurursunuz mu? Amma tam soğuyandan sonra vururam. Duzu da tam soğuyandan sonra vururam. İsti-isti duz da vurmuram. Tam soğuyandan sonra noxudunu, bir də duzunu vururam. Burada isə yağ soğan edib göyümü bişirəcəm, yəni çığırtmamı bişirəcəm. Mən xırda-xırda soğanları doğrayıb, hardasa 3 dənə balaca bir soğan götürmüşəm. Xırda-xırda doğrayıram. Yağda, soğanda, kərə yağında soğan saralana yoxun. Yəni göyümü tökürəm ki, qızarsın. Yəni yağda, soğanda dağ olsun. Burada gördüyünüz kimi doğrayıram xırda-xırda. Lap da elə xırdalamıram. Normal doğrayıram, yəni normal xırdalayıram. 3 dənə soğan mənə polunu bəs edir. Yağımı əriməyə qoymuşam ki, tam ərisin. Üzərinə soğanını tökəcəm ki, yağ soğan qızarmağına qoymuram. Qızılı olanda göyünü tökürəm. Gördüyünüz kimi yağım əriməyə davam edir. Mən soğanlarımı doğrayım, üzərinə tökəcəm. Yəni göy çox olanda biraz yağ soğanını artıq edirəm. İndi azdır, gördüyünüz kimi yəni azdır. 2 nəfərik, uşaqlar yeməyəcək. Ona görə də başqa yeməyimiz olduğu üçün axşam iftara bir dənə özüm üçün, bir də yoldaşım üçün edəcəm. Yəni çox etməyəcəm. Soğanlarımı doğradım. Yağın üzərinə tökəcəm ki, yağ soğanı dağ olsun. Yəni biraz da duz atacağım ki, soğan biraz örüşkəsin. Onsuz da ki, göyə atmışdım qaynayanda. İndi az atadım ki, yəni soğanı dağ olanda ölüsün. Çox vurmuram ki, yəni həm də göyə də vurmuşam, buna da vurmuşam, duzlu olmasın. Gördüyünüz kimi az miqdarda yəni vururam ki, soğan örüşkəsin. Ondan sonra göyünü töküm.
Burada isə ara sıra əlimi yenə deyirəm, buraxmıram doğadan. Yəni düşürəndən sonra belə ara sıra qarışdırıram, tam soyusun. Soğanlarım da gördüyünüz kimi qızarmağa başlayır. Tam yenə deyirəm, qızarmağa qoymuram. Saralana yoxun göylərimi tökəcəm. Burada isə 2 ədəd yumurta, yenə deyirəm, göy az olduğu üçün 2 ədəd yumurta qırmışam. Üzərinə vuracam. Yaxşı-yaxşı yumurtaları atlayıb. Soğanımı da əlimi buraxmıram, yenə dediyim kimi ki, göyüm tökənə kimi əlimi buraxmıram ki, yanmasın. Qızılı rəngdə alınsın. Qızaranda istər-istəməz yağ soğanda soğan dadını dəyişir. Yanıq dadı verir. Ona görə tam qızarmağa qoymuram. Göy də yenə dediyim kimi azdır. Elə soğançanı da az elədim ki, yəni 2 nəfərlik olsun. Əlavə yemək olduğu üçün 2 nəfərlik prosto fərqli, biraz axşam iftara fərqli yemək olsun deyən az pişirdim. 2 nəfərlik. Doğra da var, əlavə yemək də var, bu da var. Kim hansından istəyər, yeyər. Yumurtaya da biraz tökürəm ki, biraz duzu demirəm, hamısına tökmüşəm. Ona da az miqdarda tökdüm. Yəni bəs edir. Yəni duz da zövqə görədir. Burada isə göyü suyunu sıxmışam. Yağ soğanda o yüz bu yüz qızardacam. Yəni əlimi buraxmadan qızardacam, dağ eləyəcəm ki, tam yağ göyün canına hopsun. Tam da yağı normaldır, amma göy istər-istəməz yağı öz canına çəkir. Hələ yağını buraxmır. Yumurtasını tökəndən sonra yağını buraxacaq. Mən elə çox da istəmədim yağlı olsun. Normal yağlığında etdim. Çünki çox yağlı olanda adam ürəyin qaldırır. Ona görə də istəmədim çox yağlı olsun. Qazın altını azaldıram ki, yanmasın. Yenə deyirəm, əlimi buraxmadan o yüz bu yüz fırladıram ki, hər tərəfinə yağ soğan dağ olsun. Üzərinə də yumurtasını töküb qoyacam, biraz pişsin. Mən bunu düylüdə xoşlayıram. Düylüdə sevirəm, üzr istəyirəm. Düylüdə sevirəm. Yəni uşaqlar da sevir düylü. Amma nəsə həmişə düylü edirdim. İndi nəsə dedim fərqli olsun. Yazda göyün üzərinə yumurta vuranda daha fərqli olur. Bu düzdür, hər zaman vurmaq olur. Amma nəsə bu yazda daha bir fərqli dad verir. Ona görə də bu dəfə yumurtalı elədim. Çox da gözəl çıxdı. Dadı da çox gözəl idi. Yenə deyirəm, göz haqqınızı halal edin. Allah hər birinizin tutduğu orucları qəbul etsin. İftar süfrələrinizdə hazırlaya bilərsiniz. Burası yeməyin yanında istədim bir fərqli bir yemək də olsun. Mən də bunu hazırladım. Çox gözəl də çıxdı. İndi isə ağzını örtüb qırağa qoyacağım. Görürsüz, yağını da yavaş-yavaş buraxıb. Çox da yağlı yenə deyirəm, istəmədim. Burada isə yenə deyirəm, əlimi buraxmadan aramaram, doğalarımı qarışdırıram. İstidir, hələ istiliyi tam çıxmayıb. Ona görə nə duzunu, nə noxudunu tökmürəm. Tam soğuyandan sonra tökəcəm. Burada isə bir boşqab oğlum doğra istədi deyən əlavə bir boşqaba çəkdim. Elə onun boşqabına da noxudu əlavə etdim. Hələ yəni qazana noxudu əlavə etmədim. Burada az, yəni onun yediyi nə biləm, noxudu tökdüm ki, duzunu, noxudunu o yesin. Amma hələ qazana tam soyana kimi tökməyəcəm noxudunu. Mənim noxudlu doğradan çox xoşum gəlir. O nəsə mənə başqa bir dad verir. Mənim oğlum hər zaman stəkanda yox, belə kasada içməyi sevir. Burada isə axşama puding hazırlayacağam. Burada kraxmal, çox yox, yəni 2 stəkan yarımlıq, yəni hərəmizə bir qablıq puding eləyəcəm. Bu isə kraxmaldır, içərisinə də vanil atmışam bir dənə, 2 qaşıq kraxmal, 2 qaşıq un, 2 qaşıqdan yarım belə kakao tökürəm. Yəni kakao öz-özüdən asılıdır. Yəni tam qara çıxmağını istəyirsinizsə də 2 qaşıq yarım, belə 2 qaşıq tökə bilərsiniz. Yəni tam da dolu, elə də dolu tökməmişəm də gördüyünüz kimi. Burada isə quru-quru, yəni hələ südünü tökməmiş qarışdırıram ki, hamısı bir-birinə qarışsın. Üzərinə də 1 stəkan, başı biraz yarım şəkər tozu tökdüm ki, hamısını əlində quru ərzaqlarını qarışdırıb üzərinə yumurta, 2 ədəd yumurtanın sarısını, ağını yox, sarısını qatacağım. Yəni 2 ədəd yumurtanın sarısıdır. Yəni ağını götürdüm, sarısını qatacağım, qarışdıracağım. Əlimlə tez-tez çırpıram ki, pot qalmasın. Burada da yumurtanın üzərinə süd atdım ki, tam qabdan təmiz töküm, yəni ərzaqların üzərinə. Gördüyünüz kimi çalıram, üzərinə 2 stəkan süd tökəcəm. Çox da gözəl olur. Siz də evdə, ev şəraitində hazırlaya bilərsiniz.
Bəzən hazır pudinglər də alıram. Belə ən çox evdə belə çox edirəm. Bunu uşaqlar daha çox sevir. Nəinki alınmadan. Qarışdırıb qazın üzərinə qoyacağam. Qaynara düşənə yoxun isə yağı bir də siz damla şokolada da tökə bilərsiniz. Mən bu iri şokoladdan tökdüm. Yəni bu da qramdan alınan şokoladdan tökdüm. Belə gördüm ki, belə də çoxdur. Yarısını atdım. Gördüyünüz kimi ocağa qoyanda istiliyi olanda atıram ki, ərisin. Ərisin, yavaş-yavaş əriməyə başlayır. Gördüyünüz kimi biraz qaynara düşənə yoxun yağını əlavə edəcəm ki, hamısı bir yerdə qaynasın, pişsin. Şokolad atmaya da bilərsiniz, amma mən atdım. Şokoladlı da çox gözəl olur, şokoladsız da. Yəni evdə var idi deyən atdım. Olmayan vaxtlarda atmıram da. Yağ da 2 qaşıq belə yağ atdım. 2 qaşıq da olmasa 1 qaşıq yarım. Mən yəni gözə yarı edirəm. Yəni burada gözə yarı etmişəm, tam reseptindən etməmişəm. Yəni az olduğu üçün 4 nəfər etdiyim üçün az etdim. Amma normalda bu 1 litr süddən hazırlanır. Amma prosto mən az demirəm, yəni axşam iftarımıza görə hərəmizə bir qabda etdim ki, yəni axşam iftardan sonra yeyək. Gördüyünüz kimi qaynara düşdü, qatıldı və əlimə buraxmadan qazın altını söndürürəm. Gözəl də pişdi. Qarışdırıb dondurma qablarına servis edəcəm. Mən ikisinin üstünü qozlu edəcəm. İkisinin üzərini isə heç nəsiz edəcəm. Çünki uşaqlar heç nəsiz sevir. Biz özümüz qozlu sevirik. Ona görə də qozlu edəcəm. Bunun üzərinə quru peçenyalar da etmək olar. Kim necə istəyir, zövqə görədir. Yəni necə istəyirsiniz, elə edə bilərsiniz. Çox da gözəl alınır. Gördüyünüz kimi dadı da bir başqa. Və qablara servis edəndən sonra, üzərini bəzəyəndən sonra qoyacağam soyuducuda. Biraz dursun. Biz orucumuzu açana kimi biraz dinlənsin. Hər birinizin tutduğunuz oruçları Allah qəbul etsin. Süfrəniz hər zaman bol olsun. Ruzili bərəkətli olsun. Hər zaman ocağınız belə yanar, qazanlarınız qaynayan olsun inşallah. Sizlər də göz haqqınızı halal edin. Hər birinizə nuş olsun. Yenə deyirəm, iftara hazırlaşırıq. Allah hər birinizin tutduğunuz orucunuzu qəbul etsin. Rucunuz bol olsun inşallah ki, süfrəniz açıq olsun. Siz də orucunuzu açasınız. Allahın verdiyi gözəl nemətlərlə. Burada gördüyünüz kimi ikisini qozlu edəcəm. İkisini sadə. Uşaqlar yəni qozlu sevmədiyi üçün özümüzə qoz edəcəm, amma uşaqlara yox. Uşaqlar qozlu sevmirlər. Ümumiyyətcə onlar sadə sevirlər. Heç peçenya ilə olanda da belə onu xoşlamırlar. Belə sevirlər. Mən elə olur ki, yarı ortasından peçenya tökürəm, üstündən şokoladını, yəni sozunu tökürəm, amma bəzən də belə edirəm. Çox gözəl dadlıdır. Siz də hazırlaya bilərsiniz iftar süfrələrinizdə, adi günlərinizdə. Nuş olsun sizlərə də, bizlərə də. Yenə deyirəm, göz haqqınızı halal edin. Çox sağ olun məni izlədiyiniz üçün. Allah amanında qalın. Kanalıma abunə olmağı, like etməyi unutmayın. Əziz izləyicilərim, yorumlarınızı da gözləyirəm sizdən.